Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizə üçbucaqlardan part 3 haqqında, yəni bu ekranda gördüyünüz başlıqlar haqqında izah verəcəm. Belə deyək ki, part 1 və part 2-də səhifədə var, yəni əvvəli, davamı isə bu video izahda olacaq. İzaha keçməzdən əvvəl onlayn dərslər barədə məlumat almaq istəyən şagirdlər və valideynlər ekranda gördüyünüz nömrə ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz. Həmçinin kanalı bəyənib kanala abunə olmaqla mənə dəstək olmuş olarsınız. İndi davam edək. İzaha. Deməli, birinci başlığım düzbucaqlı üçbucaq və Pifaqor teoremidir. Başlayaq. Düzbucaqlı üçbucaq nədir? Pifaqor teoremi nədir? Bir dənə düzbucaqlı üçbucaq şəkli çəkirəm. Nədir qaydası? Qayda odur ki, əgər üçbucağın bir dənə bucağı düz bucaqdırsa, düz bucaqda nədir? 90 dərəcə. Bir dənə bucağı düz bucaqdırsa, belə üçbucağa düzbucaqlı üçbucaq deyilir. Və digər bucağı mən alfa ilə, digərini də beta ilə göstərsəm, burada mənim üçün olsun, məsəl üçün adlandırsam üçbucağı A, B, C. Bucağa mənim üçün 90 dərəcədir və ya buna bir qamma bucağı desəm. Bucaq B mənim üçün alfadır, bucaq C də mənim üçün betadır. Yadınızda saxlayın, digər iki dənə bucağın cəmi mütləq 90 dərəcə verməlidir və əgər üç bucağın bir dənə bucağı düz bucaqsa, digər iki bucaq mütləq iti bucaq olmalıdır. Yəni bu da iti bucaqdır, bu da iti bucaqdır, bu isə düz bucaqdır. Düz bucaqlı üç bucaqda bu, yəni iki dənə tərəf, AB tərəfi və AC tərəfi, yəni düz bucağı birləşmiş, düz bucağı əmələ gətirən tərəflər, belə deyək, adlanır katetlər. Düz bucağın qarşısındakı tərəf, yəni o BC tərəfi, başqa rənglə də göstərin, baxın bu tərəf isə adlanacaq hipotenus. Hipotenus. Düz bucaqlı üçbucaqda iki dənə katet olur, bir dənə isə hipotenuz olur. Hipotenuz həm də üçbucağın ən böyük tərəfi olur. Niyə? Biz üçbucaqlar haqqında ümumi qaydada nə demişdik? Demişdik ki, böyük bucaq qarşısında böyük tərəf olur və düzbucaqlı üçbucaqda ən böyük bucaq 90 dərəcə olduğu üçün aydın məsələdir ki, onun qarşısındakı tərəf də ən böyük tərəf olacaq. Gəlirəm Pifaqor teoreminə. Pifaqor teoremi. Pifaqor teoremi, bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Bura A desəm, bura B desəm, burada hipotenuza da bir C desəm. Bu da 90 dərəcə bucaqdır. Pifaqor teoremi mənə deyir ki, düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olacaq. Yəni A kvadratı plus B kvadratı bərabər olacaq bir C kvadratına. Yəni hipotenuzun kvadratına. Bunu bir məsələ üzərində göstərsəm. Məsəl üçün, bura 3 desəm, bura 5 desəm, bura x desəm, mənə deyir ki, x-i tap, yəni üçbucağın üçüncü tərəfini tap. Düzbucaqlı üçbucaq olduğuna görə Pifaqor qaydasına tabi olacaq. 3-ün kvadratı üstə gəlinəcək. X-in kvadratı bərabər olmalıdır 5-in kvadratına. Burada 9 plus x-in kvadratı bərabərdir 25. Buradan x-in kvadratı 25 çıxılsın 9, o da edəcək 16. Və kök alsam x də bərabər olacaq 4-ə. Deməli, üçbucağımızın üçüncü tərəfi 4-ə bərabər oldu. Ümumiyyətlə, düzbucaqlı üçbucağı Pifaqor qaydasına, yəni hər zaman iki tərəf məlum oldu, üçüncü tərəfi tapırıq biz. Amma, əgər tərəflər üçü də natural ədəddirsə, yəni bu tip üçbucaqlara sırf Pifaqor üçbucaqlar deyilir. Yəni tərəflərin üçü də natural ədəd olmalıdır. Məsəl üçün, Pifaqor ədədlərinə 3, 4, 5. Baxın, katetlər də natural ədəddir, hipotenuz da natural ədəddir. Və ya 5, 12, 13 və ya ola bilər 8, 15, 17. Yəni bunları görən kimi siz bilməlisiniz ki, o üçbucaq Pifaqor üçbucaqlarıdır. Belə də ki, yəni tərəflər kök altı ilə də verilə bilər, onluq kəsirlə də verilə bilər. Yəni tapa bilərsiniz. Hər zaman Pifaqor teoremini tətbiq edə biləcəksiniz bunda. Amma sırf natural ədədlər olanda olur ki, Pifaqor üçbucaqları. Gəlirəm düzbucaqlı üçbucaqda, deməli trigonometrik nisbətlər. Trigonometrik nisbətlər nədir? Üçbucağın, düzbucaqlı üçbucağın iki tərəfini bir-birinə böldükdə orada trigonometrik nisbətlər yaranır. Buna da biz deyəcəyik ki, bucağın sinusu qısa formada sin kimi göstərilir. Sinus alfa, sinus beta bu formada. Sonra bucağın kosinusu, kosinus
Qısa qaydada kos kimi göstərilir, CO-su yazılır. Sonra bucağın tangensi, bu qısa formada olacaq ki, TC və bir də bucağın kotangensi. Tangensi. Bu da olacaq, deməli, CTC. Bu formada, qısa formada göstəriləcək. Bəs bu necə tapılacaq? Əvvəlcə, yəni bucağın sinusu, kosinusu, tangensi, kotangesi, yəni bir tərəfin digərinin nisbəti deyəndə nə başa düşülür? Danışaq onlardan. Bir dənə düzbucaqlı üçbucaq çəkdim. Üçbucağı adlandırımda, bura məsələn B bucağı deyim. Sonra A, B nə olsun? Tərəflər A, B, C-də yəni adlandırıram. Bura B olsun, bura A olsun, bura C olsun. Məsələn, bura bir alfa bucağı olsun, burada mənim üçün olsun bir beta bucağı. Yaxşı. İndi başlayaq. Nətər tapılır bu? Bucaq alfaya, bucaq B aiddir. B. Sonra bucaq deməli C-də bucaq betanı əmələ gətirdi. Bucaq beta bucağını əmələ gətirdi və bucaq A-da aydın məsələ ki 90 dərəcədə. İndi bu B tərəfi mənim üçün nədir? AB. Baxın, B tərəfi həm də AB-dir də. Yəni, uc nöqtələrini dedim. AB. Burada var beta bucağına qarşı katet. Bir də var beta bucağına bitişik katet. Beta bucağım hanı mənim? Başqa rənglə göstərim. Bu da bura. Uşaqlar, beta bucağına qarşı katet. Bax, beta bucağına qarşı katet nədir? Deməli, betaya qarşı katet. Betanın yəni qarşısında nə durur? Betanın qarşısında durdu. Bir də bu. B və ya AB. Bunu yəqin ki bildiniz. İndi bir də deyirəm ki, alfa bucağına. Alfa bucağım hanı? Bir də bura. Bitişik katet. Baxın yazıram. Alfaya bitişik katet. Alfam budur. Bunun bitişiyi nədir? Belə bir də B və ya AB. Yəqin ki aydın olur. İndi yaxşı. Nətər olacaq bucağın sinusu, bucağın kosinusu, bucağın tangensi və bucağın kotangensi? Bax, həmin düzbucaqlı üçbucağı bir də çəkirəm. Bura olsun beta, bura olsun alfa, bura olsun B, bura olsun A, bura C. Bucağın sinusu, yəni sinus alfa, yadınızda saxlayın. Qarşı katetin, bax onun üçün bayaq qarşıdan danışdım. Qarşı katetin deməli hipotenuza nisbətidir. Hipotenuza nisbəti. Alfa bucağımın qarşısındakı katet uşaqlar nədir? Alfa qarşısındakı katet A tərəfdir. Onda olacaq A hipotenuzun nədir mənim? C. Deməli sinus alfa A bölək C-dir. Yaxşı, bəs sinus betanı da tapa bilərəm də. Sinus beta qaydam nədir? Qarşı katetin hipotenuza nisbəti. İndi bənövşə rəngi silirəm. Göstərirəm ki, bax bu B bucağıdır, beta bucağıdır. Yəni betanın qarşısındakı tərəf nədir uşaqlar? B tərəfi. B-nin olacaq ki, hipotenuza, yəni C-yə nisbəti verəcək mənə bucağın sinusunu, sinus betanı. Aysa. İndi gəlirəm kosinusa. Kosinus alfa. Bucağın kosinusu, düz bucaqlı üçbucaqda bucağın kosinusu bitişik katetin yazıram. Buradan bitişik katetin hipotenuza nisbətidir. Hipotenuza nisbəti. Bax, bitişik katet. Deməli, bunu silə, daha aydın olsun. Kosinus alfa ilə işləyirəm. Bax, kosinus alfa. Alfa bucağım budur. Qaydam nədir? Bitişikin, yəni bitişik, alfaya bitişik nədir? B, hipotenuza nisbəti. Kosinus beta. Qayda eynidir. Bitişik katetin. İndi bunu silək. Oy, gözləyim bir dəqiqə. İndi mənim növbəti bucağım B
beta bucağıdır. Beta bucağı budur. Buna biçik nədir? A tərəfi. A-nın C-yə nisbəti. Bu da kosinus betanı verəcək. Gəlirəm tangensə. Tangens alfa. Uşaqlar, bucağın tangensi qarşı katetin bitişik katete nisbət olacaq. Bitişik katete. Bayaq hipotenuza nisbət idi. İndi deyirəm qarşı katetin bitişik katetə nisbəti. Və silirəm bunu qarışmasın deyə. İndi tangens alfa ilə danışıram. Tangens alfam nədir? Alfa bucağım budur. Tangens alfa dedik nədir? Qarşı mənim nədir? A tərəfi. Bitişiyim nədir? Alfaya bitişik tərəf nədir? B tərəfi. A-nın B-yə nisbəti. Və tangens beta. Yenə qarşının bitişiyə nisbəti. Tangens beta. Beta bucağım buradır. Beta'nın qarşısındakı tərəf nədir? B tərəfi. Bitişik tərəf nədir? Beta'ya bitişik A tərəfi. B bölünsün A. Bir dənə də gəlirəm, elə yanından yazım. Kotangens alfa. Uşaqlar, kotangens tangensin tərsidir. Burada deyirdik qarşının bitişiyə nisbəti. İndi deyirsən bitişik katetin. Bitişik böl qarşı. İndi kotangens alfa üçün danışıram. Bunu silim ki qarışmasın. Bax. Kotangens alfam buradır. Dedim nədir? Bitişik. Bitişik nədir? B. Bax, alfaya bitişik nədir? B. Onda olacaq kotangens alfa nə? B bölünsün A olacaq. Baxın, tangens alfanın tərsidir kotangens alfa. Eyni qaydada da uşaqlar kotangens beta da A bölünsün B formada olmuş olacaq. Bu da deməli trigonometrik nisbətlər çox vacib idi bu. Mütləq təkrar baxın bu hissəyə. Başlayaq indi düzbucaqlı üçbucaqda hündürlüklər. Düzbucaqlı üçbucaqda hündürlüklər. Çəkək düzbucaqlı üçbucağımızı. Biz buna dedik ki A kateti olsun, məsələn bu olsun, B kateti, bu da olsun C kateti. Uşaqlar, düzbucaqlı üçbucaqda ümumiyyətlə üçbucağın neçə hündürlüyü olur? 3 dənə. Düzbucaqlı üçbucaqda hündürlüklərdən 2 dənəsi onun elə katetidir. Çünki burada 90 dərəcə perpendikulyarlıq yaradır. Yəni, mən bu üçbucağın bir hündürlüyünə H1 desəm, elə A kateti H1'dir, B kateti də H2'dir. Digər hündürlüyü isə uşaqlar hipotenuza çəkilən hündürlüyü olacaq. Yəni, baxın, bura çəkilən hündürlüyü olacaq. Bu da olsun H3 və ya buna bəzən elə bir C yazıram. C-yə çəkilən hündürlükdür də bu, belə deyək. H3 də deyə bilərsiniz ona. Bəzən CH hündürlüyü də deyirsən. Yəni, belə deyək də HC. Hipotenuza çəkilən hündürlük olduğuna görə hərfi burada qeyd elədim. Buna da eyni qaydada da HA deyə bilərsiniz. Buna da eyni qaydada HB formada deyə bilərsiniz. Ən kiçik hündürlük hər zaman hipotenuza çəkilən hündürlükdür. Uşaqlar, biz qaydada onsuz da bunu demişdik ki, hündürlüklərlə tərəflər tərs mütənasibdir. Yəni, böyük tərəfə kiçik hündürlük çəkilir. Kiçik tərəfə isə böyük hündürlük deməli çəkilmiş olacaq. Belə. Hipotenuza çəkilən hündürlüyün deməli düsturu necə olacaq? Bir dənə hipotenuza deməli bir dənə düzbucaqlı üçbucaq çəkək yenidən. Bura olsun A, bura olsun B, bura olsun C. Bu da hipotenuza çəkilən hündürlük HC. Uşaqlar, yadınızda saxlayın. HC-ni taparkən katetləri, əgər katetlər üçbucağın üç tərəfdə verilibsə A, B, yəni katetlərin hasilinin hipotenuza nisbəti bizə verəcək HC hündürlüyün. Deməli, hündürlük katetlər hasilinin hipotenuza nisbətinə bərabər olmuş olacaq. Danışıram Evklid teoremindən. Evklid. Necədir bu? Düzbucaqlı üçbucaqda. Baxın, bu hündürlük. Başqa bir dənəsini çəkim, şəkillər qarışmasın. Rəngini də dəyişək. Bir dənə düzbucaqlı üçbucaq çəkdim. Təbii ki, buradan bir dənə hipotenuza hündürlüyü çəkdim. Bura belə olsun. Adlandırıram üçbucağı. Olsun A, B, burada olsun C. Bura olsun A, burada olsun deməli B. Bu
bu hipotenuz onsuz da C değil, lakin bu hündürlük hipotenuz üstündə gördüyünüz kimi 2 dənə hissə ayırır da. Yəni biri bu hissədir, biri də bu hissədir. Hündürlük 2 dənə hissə ayırır. O hissələrdə müxtəlif hərflə adlandırsam, məsəl üçün buna deyim M, buna da deyirəm M. İndi biz nə demişdik? Biz demişdik ki, təsəvvür edin ki, hipotenuz bir dənə düz xətt. B nöqtəsindən də o düz xəttə bir dənə perpendikulyar indirdim. Bu A tərəfi ilə B tərəfi də olsun mail. Maillərdirsə, onda mənim bu M hissəmlə N hissəm uyğun olaraq proyeksiyalar olmayacaq ki, A mailinin proyeksiyası M olacaq, B mailinin proyeksiyası da N olacaq. Aysa. İndi bu proyeksiyalara görə deməli hündürlüyün tapılması necə olacaq? Əgər proyeksiyalar verilibsə M-lə, onda hipotenuza çəkilən hündürlük, yəni HC-nin kvadratı bərabər olacaq uşaqlar proyeksiyaların hasilinə. M vurulsun N-ə. Sonra bir də burada bir şey də deyim sizə. O maili taparkən, yəni A ilə B maildə, A maili nəyə bərabərdir? A-nın kvadratı bərabər olacaq. Proyeksiya, yəni həmin mailin proyeksiyası vurulsun hipotenuz. Hipotenuz da M plus N kimi, yəni vurulsun C-də, belə deyim. MC və ya M plus N. M plus N niyə yazdım? Ümumi cəmi olsa C-ni verəcək də bunu. Eyni qaydadadır uşaqlar. B-nin kvadratı, yəni bu digər mail. M vurulsun özün proyeksiyası, vurulsun hipotenuz C və ya M vurulsun hipotenuz 2 dənə hissəyə bölünübdür deyə M plus M kimi yaza bilərəm. İndi burada gördüyünüz kimi, yəni A kvadratı buna bərabər oldu, B kvadratı da buna bərabər oldu. Mən A kvadratını B kvadratına bölsəm, götürüb M vurulsun M plus N-i bölsəm, M vurulsun M plus M-ə. Bu M plus N-lər getsə, mənim yerdə nə qalacaq? A-nın kvadratı, B-nin kvadratının nisbəti M-in N-ə nisbətinə bərabər olacaq. Yəni, maillərin kvadratları nisbəti proyeksiyaların uyğun olaraq hərəsinin öz proyeksiyasının nisbətinə bərabər olmuş olacaq. Belə. Gəlim, düzbucaqlı, üçbucaqda, orada başlıqda nə qeyd etmişdim? Medianlar, bir də təm bölənlər. Düzbucaqlı, üçbucaqda da, yəni adi üçbucaq kimi, yəni bu da üçbucaq daxırı. Bunun da 3 dənə medianı var. Çəkirəm. Biri, bir dəqiqə belə çəkim. C-yə çəkilir MC. Bu bir mediandır. Daha sonra başqa bir rəhlə bura A desəm, yenə biri buradan bura çəkiləcək. Bu M-a digər mediandır. Biri də aydın məsələdir ki, buradan keçirsəm, bu da olsun B tərəfinə görə MB median. Yəni 3 dənə median var. Bura medianların kəsişmə nöqtəsidir. Biz bilirdik ki, medianlar kəsişmə nöqtəsinə 2-1 nisbətində bölünür. Yəni bunları da təkrar olsun deyə deyirəm. Sonra bir də nə bilirdik? Medianın özü nə idi? Çəkildiyi tərəfi yarıya bölür. Yəni, məsələn, indi bu B tərəfinə çəkilən median, yəni bura bərabər bölündü. Sonra A tərəfinə çəkilən median buranı yarı böldü. 2 xətlə göstərim bunu. Daha sonra isə C tərəfinə çəkilən medianda 3 xətlə göstərirəm ki, yəni hərəsi öz arasında yarı-yarı bölünür. İndi bir dənə əsas burada muhtəşəm üçlü də deyirlər buna türklər. Əsas burada bir şey bilməlisiniz. Hipotenuza çəkilən median, yəni MC, burada ayırdığı 2 dənə tərəf yoxdurmu? Median özü də ora bərabər olmuş olacaq. Yəni, bura hipotenuza 2C desəm, bura olacaq C, bura olacaq C, bu da olacaq C. Yəni, bərabər olacaq. Niyə? Əgər maraqlı olarsa isbatı rəylərdə yazın. İsbat videosunu çəkin, paylaşım sizin üçün. Yəni, əgər istəyirsinizsə, özünüz də çıxarıb mənə WhatsApp üzərindən göndərə bilərsiniz isbatın. Niyə görə bu median bu tərəflərlə bərabər olur? Əslində çox rahat, asan isbatı var, amma yenə də istəsəniz paylaşa bilərəm. Yaxşı, mövzumuza qaldığımız yerdən davam edək. Deməli, əgər mən MC-ni tapsam, onda hipotenuzu
2-yə bölərəm. Yəni hipotenuza çəkilən median hipotenuz üzərində ayrılan hissələrdən birinə bərabər olur. Hər birinə ayrı-ayrılıqda bərabər olmuş olacaq. Bəs yaxşı, düzbucaqlı üçbucaqda tən bölənlər nədir? Yenə bir düzbucaqlı üçbucağımı çəkirəm. Tən bölənlər uşaqlar. Elə bir ki 3 hündürlük 3 dənə tən bölən, 3 dənə də median olur. Yəni hər üçbucaqda, düzbucaqlı üçbucaqda da o qaydaya tabedir. Bir dənə bu təpədən bir tən böləni indirirəm. Tən bölən uşaqlar burada, bura A idi, bura bir hipotenuz C deyirəm. Bura da B tərəfi idi. Sadəcə tən bölən onun üzərində 2 dənə deməli bucağı yarı bölürdü. Bir dənə bunu yadınızda saxlayın. Müxtəlif hissələr ayırır. Biri N-dir, biri K-dır. Bircə dənə median bərabər hissələr ayırır tərəf üzərində. Bura indi bura K-dır. Tən bölənin xassəsi nə idi uşaqlar? A-nın N-ə nisbəti bərabər olacaq C-nin K-ya nisbəti. Eyni formada digər tən bölənlərinə də bunu aid edə bilərik. Yəni nə deməkdir bu? Məsəl üçün hipotenuz üzərində bir dənə tən bölən çəkirəm. Bura olsun N, bura olsun K, bura olsun A, bura olsun B. A-nın məsəl üçün N-ə nisbəti bərabər olacaq B-nin K-ya nisbəti. Yəni bu da tən bölənlərin xassəsi burada da keçir. Tən bölən tapılma düsturu da part 1-də səhv eləmirəmsə izah eləmişdim və ya part 2-də indi bilmirəm ardıcıllığı unutmuşam. Oradan baxa bilərsiniz düsturlarına. Düzbucaqlı üçbucağın xüsusi növləri ən vacib yerlərindən biri budur. Düzbucaqlı üçbucağın xüsusi növü odur ki, yəni bucaqları arasında xüsusi növlük nəltər olur. Bir neçə dənə var, göstərəcəm mən sizə. Bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Olacaq birinci bərabər yanlı düzbucaqlı üçbucaq. Bərabər yanlı düzbucaqlı üçbucaqdırsa, onda burada 45 dərəcədir, burada 45 dərəcədir. Çünki cəm 90-ı verməlikdir iti bucaqların cəmi. Bərabər yanlı olduğu üçün yan tərəflər bərabər olacaq. Hipotenuz isə bərabər yanlı düzbucaqlı üçbucaqdır uşaqlar. Hipotenuz katetin kök altda 2 mislinə bərabər olacaq. Yəni A kökdə 2 şəklində tapılacaq. Burada bucaqların nisbəti 1/1/2 nisbətindədir. Yəni 90, 45, 45-də də nisbəti 1/1/2 nisbətindədir. Belə sonra Pifaqor teoreminə aid məsələ ki, bu da tabedir. Bərabər yanlı düzbucaqlı üçbucaqda deməli təpədən çəkilən, bu təpədən çəkilən median, hündürlük, bir də tən bölən bərabərdir. Bərabər yanlı düzbucaqlı üçbucaqda, yəni hipotenuza çəkilən. Median, tən bölən, hündürlük bərabərdir. Onsuz da biz həmişə demişik də, yəni bərabər yanlı üçbucaqlar, bunlar üçü də bir-birinə bərabər olacaq. Olsun ki, bura hipotenuz C-də MC, M, deməli L, C olsun, median olsun, bu hündürlük olsun, bu da HC. Yəni üçü də bir-birinə bərabər olacaq. Aydın məsələdir ki, onda burada 45 dərəcə yaratmış olacaq. İkinci xüsusi növü isə 30-60-90 dərəcəli üçbucaqdır. Yenə bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Buranı deyirəm 30 dərəcə, bura olsun 60 dərəcə, burada düzbucaq olduğu üçün 90 dərəcədir. 30-60-90 üçbucağında, düzbucaqlı üçbucaqda, yəni əsas məsələ 30 dərəcəli bucağın qarşısındakı katet. Mən bura bir A desəm, yadınızda saxlayın. Hipotenuzun yarısına bərabər olacaq. Onda hipotenuz olacaq 2A. 30 dərəcəli bucaq qarşısındakı katet isə 60 dərəcəli bucaq qarşısındakı katetin kökdə 3 misli olacaq. Yəni 60 dərəcəli bucaq qarşısındakı katet A kökdə 3 formada tapılmış olacaq. Bir dənə buna aid bir nümunə göstərmək istəyirəm. Bura 60 dərəcə olsun, bura 30 dərəcə olsun. Məsələn, 60 dərəcənin qarşısında kateti bir 6 deyirəm, deyir ki, x-i tap. Qaydamız nədir? Baxın, 60 dərəcənin qarşısındakı katet 6-dır. Deyir, 30 dərəcənin qarşısındakı kateti tap. Biz nə demişdik? 60 dərəcə, bura, yəni bu katet. Bu 30-un qarşısındakı, yəni A-nı kökdə 3-ə vursaq, deməli 60-ın qarşısındakını tapmış olacağıq. Onda x bərabər olacaq. X bərabər olacaq 6-nı
kökdə 3-ə bölməliyik ki, biz 30-un qarşısından tapaq. Çünki bizə artıq 60-ın qarşısında kim verib? Bunu da irrasionallıqdan azad eləsək, olacaq 6 kökdə 3. Burada kökdə 3, kökdə 3-ə vursam, 6 kök 3 bölünsün 3. O da eləyəcək 2 kökdə 3. Deməli, 30 dərəcənin qarşısındakı katet 2 kökdə 3 eləyəcək. Həqiqətən, baxın, 30-un qarşısındakini götürüb kökdə 3-ə vuranda nə eləyir? 6 etmiş olacaq. Desəm ki, bu üçbucağın hipotenuzu nə olacaq? Nə demişik? 30-un qarşısındakı katetin 2 qatı olur hipotenuz. Onda hipotenuz da olacaq 4 kökdə 3. Yəni 2 kökdə 3-ü 2-yə vurursunuz. 2 qatı 4 kökdə 3 verəcək bizə. Sonra bir də burada bu 30, 60, 90 ilə bağlı hündürlük çəksəm hipotenuza. Bura 60 dərəcə olsa, bura 30 dərəcə olsa, bir də hündürlük çəkirəm. Hündürlük birlikdə qarşı tərəfə perpendikulyar. Bura 90 dərəcədə aydın məsələdir. Onda uşaqlar 60, 90, burada bir dənə 30 dərəcə yaranır. Onda 30, burada 90-dırsa, burada bir də 60 dərəcə yaranır. Mən buna desəm bir HC. Bura bir M ayırdı, bura N ayırdı. Bir dənə baxın, HC, sonra 30 dərəcənin qarşısındakı M-dirsə, burada təbii ki, katetlərdə A-dan B. Uşaqlar, A kateti onda nəyə bərabər olacaq? A kateti, baxın, A kateti nədir? Hipotenuzdur. Balaca üçbucaq üçün hipotenuzdur. Göstərirəm, baxın. Bu balaca üçbucaq üçün A kateti hipotenuzdur. Onda 30 dərəcənin qarşısında M durur deyə A bərabər olacaq 2-mə. Eyni qaydada da burada B kateti 30 nədir bunun? 30'u 2, 30'un qarşısındakı yəni 2H C-yə bərabər olmuş olacaq. Növbəti isə 15, 75, 90 dərəcəli üçbucaqdır. Uşaqlar, bu çox az istifadə olunur, amma yenə də yəni əsas 30, 60, 90, 45, 45, 90, yəni bunlara aid qaydaları çox yaxşı yadınızda saxlayın. Təbii ki, bunu da öyrənsəniz siz üçün faydalı, daha praktik olacaq. 15, 75, 90 dərəcəli üçbucaqda 15 dərəcənin qarşısındakı olsun A tərəfi. Yadınızda saxlayın. Kiçik katet A olarsa, yəni kiçik katet kiçik bucağın qarşısında tərəfdir də. Onda böyük katet, yəni 75-in qarşısındakı olacaq 2 plus kökdə 3 vurulsun A. Hipotenuz isə uşaqlar olacaq kök altda 6 plus kökdə 2 vurulsun A. Bu da bunun tapılmasıdır. Bir də bu üçbucaqda ən mühümü budur ki, hipotenuza çəkilən hündürlük, bir dənə onu göstərim. Hipotenuza çəkilən hündürlük. Aydın məsələ ki, burada hündürlük 90 dərəcədir. Yəni HC, yadınızda saxlayın, hipotenuzun 4də 1 hissəsinə bərabər olacaq. Məsələn, hipotenuz 16-dırsa, onun deməli hündürlüyü, ora çəkilən hündürlük olacaq 14də 1-i. 16-ın 4də 1-də nədir? 4 olmuş olacaq. Davam edirəm sinuslar teoremi. Nədir sinuslar teoremi? Nədir? Bir də kosinuslar teoremindən danışacağım. Bir dənə üçbucaq çəkirəm. Üçbucağın ümumiyyətlə tərəfləri qarşı bucaqların sinusları ilə mütənasib olur. Yəni bir dənə bir ixtiyari üçbucaq çəkdim. Bucaqlarını adlandırıram. Alfa, beta, bu da olsun gamma. Uyğun olaraq da alfanın qarşısındakı tərəfi A tərəfi adlandırıram. Bunu B tərəfi, bunu da bir C adlandırıram. Sinuslar teoremi mənə deyir ki, alfa, yəni belə deyək, A tərəfinin sinus alfaya nisbəti bərabər olacaq B tərəfinin sinus betaya nisbəti bərabər olacaq C tərəfinin sinus qammaya nisbəti. O da verəcək üçbucağın xaricinə çəkilmiş çevrənin diametri və ya D, kiçik D də göstərilə bilər, fərq yoxdur. Və ya 2R-ə bərabər olacaq. R də üçbucağın xaricinə çəkilmiş çevrənin radiusudur. Bir dənə buna aid bir nümunə göstərim. Bir dəqiqə olsun ki, bir dənə belə bir üçbucaq çəkirəm. Bura olsun 45 dərəcə, qarşısındakı tərəf olsun məsələn 10. Bura bir alfa olsun, qarşısındakı tərəfdə olsun 6, məsələn kökdə 6. Deyir ki, sinus alfanı tap. Sinus alfa bərabərdir sol. Biz nə dedik? Deməli, olsun
6 tərəfin sinus alfaya nisbəti bərabər olsun digər tərəfin, yəni 10-un sinus 45 dərəcəyə nisbəti. İndi bu sinusun, yəni bəzi ədədlərdə qiymətləri, yəni sinus, kosinusun bəzi ədədlərdə qiymətləri var. O da trigonometriyada daha yaxşı öyrənəsiniz. Sinus 45 dərəcədə uşaqlar kökdə 2 bölünsün 2 alır. Kökdə 2 bölünsün 2 alır. Onda yerinə gətirib qoysam 6 kökdə 6 burada, sinus alfa burada bərabərdir 10 bölünsün, sinus 45-in yerinə qoyuram kök 2 bölünsün kök 2. Buradan çarpaz vursam sinus alfanı 10'a vurmuş olacağım. 6 kök 6'nı isə kök 2 bölünsün 2. Sonra burada 6 ilə bu 2 ilə bu 6 ixtisar getsə 3 qalacaq. Sinus alfada hər tərəfi də 10'a bölürəm. Yəni 3 kök altında 6 ilə 2 eləyəcək kökdə 12 bölünsün 10. Yəni olacaq 3 kökdə 12 bölünsün 10. O kökdə 12'dən də 4 vuraq 3 kimi yazsaq 2 çıxır da 6 kökdə 3 bölünsün 10. Yəni 6 kökdə 3 bölünsün 10 sinus alfanın qiyməti olacaq. Bəs yaxşı kosinuslar teoremi nədir? Yenə ixtiyari bir üçbucaq çəkirəm. Bura olsun C, bura olsun A, bura olsun B, bura olsun alfa. Kosinuslar teoremi mənə deyir ki, üçbucağın əgər iki tərəfi, baxın iki tərəfi və onlar arasında qalan bucaq verildikdə, kosinuslar teoremindən istifadə etmək lazımdır. Kosinuslar teoremi də budur. O tapılası tərəf, baxın, məsəl üçün, indi 3 tərəfində verə bilər, alfanı tapmağımızı istəyə bilər və ya 2 tərəfi və bucağı verə bilər, A-nı tapmağımızı istəyər. A-nın kvadratı, yəni bucağı, verilən bucağın qarşısında tərəfin kvadratı bərabər olacaq. Digər 2 tərəfin kvadratları çıxılsın 2BC, yəni onların hasili kosinus alfa kimi tapılacaq. Bir də kosinus alfanın özünü də tapanda aydın məsələdir. B kvadratı üstə C kvadratı, çıxaq A kvadratı bölünsün 2BC şəklində tapılmış olacaq. Bir dənə buna aid də bir nümunə versəm, bura olsun 5, bura olsun A, bura olsun 8. Deyir ki, məsəl üçün A tərəfin tap. Burada olsun 60 dərəcə. A-nın kvadratı bərabər olacaq. 5'in kvadratı üstə 8'in kvadratı. Çıxılsın 2 vurulsun 5, vurulsun 8, vurulsun kosinus 60 dərəcə. Yəni kosinusu 60 dərəcə buradakı bucağı gətirdim. Kosinusu alfanın yerindəki 60 dərəcənin yerinə yazdım. Buradan A-nın kvadratı bərabərdir. 25 üstə gəlsin 64. 2'ni 5'ə vuranda 20, o da eləyəcək 100. 2'ni 5'ə 10, 10'u 8'ə 80. 80. Kosinus 60 dərəcədə uşaqlar 2'də 1 alır. Vururam 2'də 1'ə. O da bərabər olacaq. 25'in üstünə deməli 64 gəlirik. Burada da 80 ilə 2'də 1. Burada ixtisar gedir də 40 qalır. Bu eləcə 25'in üstü 64 gələndə 89 çıxılsın 40. O da eləcə 49. Yəni A kvadratım 49'a bərabərdir. Onda A da nəyə bərabərdir? 7'yə. Baxın, bu da kosinuslar teoreminin tətbiqi. Belə uşaqlar, mövzunu ümumi izah elədim. Təbii ki, suallarınız olacaq. Misallar içərisində fərqli sualları da görəcəksiniz. Onun dərsin gedişatı boyunca danışacağım. Amma mövzu izahı, yəni part 3-də tamamlandı. Videonu bəyəndinizsə, bəyənmə işarəsini oraya basmağı unutmayın. Sonra yoldaşlarınızla səhifəni bölüşməyi də unutmayın. Özünüzə yaxşı baxın. Növbəti izahlarda görüşərik. Hələlik.